Bu insan küçələrdə yaşayır. Evsiz, eşiksiz. Adımız nədir? İntiqam. İntiqam kişi. Gəlin İntiqam kişinin əhvalatını eşidək. Buyurun. Sağ ol, oğlum. Mən düz 10 gündür ki, heç nə yemirəm. Dilimə bir tikə çörək də dəyməyib. Acından ölürəm, kömək eləyin mənə. Acam, sağ ol, ac. Görün biz necə də dəhşətli bir cəmiyyətdə yaşayırıq. Axı bir tikə çörək nədir ki, biz onu insana verə bilmirik, hə? Yeri gəlmişkən, Baradinski xleb verilişimizin sponsoru. Acılığın bir əlacı var, o da Baradinski xleb. Keçək başqa sponsorumuza. O birisi sponsorumuz Rus smetanı. Dadlı, ləzzətli Rus smetanı. Rus smetanı barmaqlarınızı yalayacaqsınız. Digər sponsorumuz, əziz tamaşaçılar, dadlı, ləzzətli Rus kalbasaları. Acılığın bir əlacı var, o da Rus kalbasaları. Devam edək. Əyləşin.